Qarabağ Regional Məşğulluq Filialının nümayəndələri tərəfindən Füzuli şəhər Mirzə Uluqbəy adına tam orta məktəbdə peşəyönümü məsləhət xidməti təşkil edilib. Tədbirdə şagirdlərə ixtisas seçimi və gələcəyin peşələri barədə məlumat verilib. Şərqi Zəngəzur Regional Məşğulluq Filialının nümayəndələri yaxın zamanda Kəlbəcər rayonuna köçəcək 34 nəfərdən ibarət 8 ailə ilə görüşüblər. Görüşdə köçəcək şəxslərin məşğulluq imkanları qiymətləndirilib. Şərqi Zəngəzur Regional Məşğulluq Filialı tərəfindən Kəlbəcər rayon 8 nömrəli tam orta məktəbdə peşəyönümü məsləhət xidməti təşkil olunub. Tədbirdə şagirdlərə ixtisas seçimi və gələcəyin peşələri barədə məlumat verilib. Şərqi Zəngəzur Regional Məşğulluq Filialı ilə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon təhsil sektorunun nümayəndələri arasında görüş olub. Görüşdə əhalinin məşğulluğunun təmin edilməsi və mövcud vakansiyalarla bağlı müzakirələr aparılıb. Laçın rayonunun Bəylik kəndinə 51 ailədən ibarət növbəti köç həyata keçirilib. Şərqi Zəngəzur Regional Məşğulluq Filialının nümayəndələri vətəndaşların öz doğma yurtlarında qarşılanma mərasimində iştirak edib. Onların məşğulluğu istiqamətində maarifləndirici söhbətlər aparıblar.